Al. Bunları al. Sağ olun sərhədçilər. Sağ ol. Qatar əsasın qeyd edəyim 10 oktyabr 2016-cı il Azərbaycanın sərhədçi milli qəhrəmanları. Siz qalın. Cənab kapitan, 4-cü qrupun baş rabitəçisi Əsgər Quliyev. Eldar Harun oğlu Məmmədov 1968-ci il yanvar ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1993-cü il fevral ayının 24-də Azərbaycan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Və mən bugün fəxr edirəm ki, Eldar Harun oğlu Məmmədovun adını daşıdığı sərhəd zastavasında xidmət edirəm. Mənim 12 yaşım olanda Eldar dünyaya gəldi, anadan oldu. O mənim xalamın oğludur. Amma bizdə xala oğlu, xala qızı anlayışı heç zaman olmayıb. Biz həmişə bacı qardaş kimi bir-birimizə baxmışıq. Eldar da həmişə mənim yanımda idi, həmişə baxırdı, örgənirdi, şəkil çəkirdi. Sonra ağac üstündə yandırırdı, anasının portretini də çəkmişdi, bacısının portretini çəkmişdi. Çox işlər görürdü. Onun uşaqlığı maraqlı idi. Çox ciddi uşaq idi. İdman növlərini hansını istəyirdi? Dənizçiliyə istəyirdi, gedirdi. Ürəyi istədi, boksa apardım. Hansı növlər deyirdi, aparırdım. Eldar çox sakit, təbiətli bir uşaq olub. Biraz da özünə qapanmış, həmişə düşüncəli, həmişə fikirli və onun şəkillərində də həmişə qayğılıdır sifətində bir kədər var. Uşaqlıqdan onun çox yumuşaq ürəyi var idi, çox oynamağı xoşlayardı, gəzməyi xoşlayardı. Ümumiyyətcə, həyatı sevən bir insan idi. Dənizi də xoşlayırdı, qarı da xoşlayırdı, bütün fəsilləri xoşlayırdı. Məktəbə onun əlindən tutub 1-ci sinifdə, 2-ci sinifdə məni aparıb gətirib. Məktəbi bitirdi. Ondan sonra Naxçıvanski adına hərbi məktəb orada daxil oldu. Onun da daxil olmazdan qabaq gəldi, məndən məsləhətləşdi. Birinci məsləhətləri məndən alırdı, çünki məni yaxın bilirdi, bir qardaş kimi. Cəsarəti çox idi. O deyirdi ki, mən istəyirəm vətənimə qulluq edeyim, mən istəyirəm hərbiçi olum, istəyirəm gedim oxuyum, özüm mən istəyirəm yaxşı hərbiçi olum. Dərlap uşaq vaxtından o cənnətin qazanmışdı. Oğlan çox hər şeydən maraqlanan bir uşaq idi. Dərsdən sonra da gəlirdi yanıma, necə soruşurdu, səmaya baxırdıq, yəni göy cisimlərinə. Ən fəal aralarında həmən rəhmətlik Eldar idi. Paraşüt dərnəyinə yazılmışdı və bir neçə də təyyarədən tullantısı da olmuşdu. Oğlan uşağı az da olsaydı, bir bacım dedi, bir də Qıbrısı bacım da, hərəsində bir oğul var idi. Vətənpərvərlik, onlar da yüksək səviyyədə idi, mən deyərdim. Çox səbirsizliklə mama ilə gözləyirdik onun hər gəlişini. Həm Naxçıvanskidən şənbə bazar günləri gələndə bizim üçün bir bayrama çevrilirdi. Sonra uzun müddət bizdən ayrılandan sonra məktublarında da yazırdı ki, mənə çox çətin olur, çox bağlı idi anama, mənə. Naxçıvanski adına məktəbi bitirdikdən sonra yenə məsləhətləşdi, danışıq elədi. O getdi, daxil oldu Riga Ali hərbi məktəbinə. Həyatının əsas hissəsini o Rusiyada keçirdi. Yəni Pribaltikada, sonra Rusiyada. Belə əgər məntiqlə baxsa, o gəlir ruslaşmalı idi. Amma qətiyyən ruslaşmamışdı. Qətiyyən. O sırf olaraq Azərbaycanlı qaldı axıra kimi. Son vaxtda da artıq instituta girirdi, qurtarmışdı institut. Mənim bacım oğlu karate öyrənmişdi, özü çalışırdı. Bir nəfərlə treneri var idi, dostluq elədilər onlarla. Sonra da Eldar baxıb ona xərəsləndi ki, mən də karateci olmaq istəyirəm. Karate ilə boks bunun axı istədiyi məşhur vətən həvəsi olan karate. Rigadan sonra getdi o Orenburqda zabit işləyib. Orada hərbi qulluqda idi, Sovet ordusunda. Özdə işi yaxşı idi, yəni ki, orada razı idi. Hörmət edirdilər, vəzifəsi də yaxşı idi. Yəni hərbi qulluqda orada özünü tutmuşdu. O vaxtlarda heç, yəni bu Qarabağ haqqında heç söhbət ola bilməzdi. Sovetlərin məkanında belə bir uşağın ürəyində belə bir arzusu var idi. Yəni hərbiçi olmaq, ölkəmizi həmişə müdafiə etmək.
Bakıda o təcavüzlər başlayanda, o məsələlər baş tutanda Eldar hər şeyi atdı, çıxdı, gəldi Bakıya. Azərbaycanda elə hadisələr baş verir. Mən necə qala bilərəm uzaqda? Gəldi. Təbii ki, mən də ona necə deyirlər, xeyir duamı verdim ki, gəldi. Gəldi, sonra burada nazirlikdə hərbi qulluğa daxil oldu. Eldar leytenant kimi Bakı Buraxılış Nəzarət bölməsində zabit vəzifəsində işləyirdi. Bir aydan sonra onu yaxşı işlədiyinə görə, özünü əsl zabit kimi, cəsarətli, şərafətli insan kimi göstərdiyinə görə onu Kadrlar şöbəsində baş zabit vəzifəsinə təyin etdilər. Çox unikal bir şəxsiyyət idi. Çox qəşəng dost olub, münasibət hamıyla saxlayıb, hamının xatirəsini istəyirdi. Həmişə uşaqlar, əsgərlər də onunla xidmət vaxtını, döyüşən, xidmət edənlər hamı danışırdı ki, o hamıyla istəyir yuxarı təbəqə komandanlığını, istəyir aşağı təbəqə, hamıyla yaxşı münasibət saxlayırdı, dostluq münasibəti. 93-cü ildə birinci dəfədir, yana dəfədir ki, mənimlə məsləhətləşmədi. Özü qərar tutdu, özü getdi. Özü bir neçə gün çəkmişdi onun orada getməyi. Bizim sərhəd qoşunlarının zabitlərinin məskunlaşdığı yer Qaçabet dağı idi. Əsas onun işi şəxsi heyətlə məşğul olmaq, onları tərbiyələndirmək, onları lazım olan yola yönəltmək idi. Mənə qayıt idi ki, gedirəm kəşfiyyata, 4 saatdan 5 saat sonra qayıdacam, söhbət eləyərik. Mən dedim, Eldar, sən hara, kəşfiyyat hara, axı bu sənin sənətin deyil axı. Dedi, burada olanlar hamısı kəşfiyyatı da bilməlidir, taktikanı da bilməlidir. Çünki bu sənəti bizə öyrədiblər. Eldarla söhbət etdikdə dedim, Eldar, bəs sənin bir anan var, bacın var. Bəs sən necə belə bir qərara gəldin? Dedi, biz zabitik və bu sənəti seçəndə bilirdik ki, haçansa müharibə olacaq və bu vətəni qorumaq bizim borcumuzdur. Suya atdım, sağ-salamat getsin, sağ-salamat gəlsin, bunu elədim. Çıxdım yuxarı, qapıda yadıma düşdü ki, mən həmişə Quranın altından keçirirdim. Nəsə Quran yadımdan çıxıb. Çox hevsləndim ki, bəs ürəyimə pis gəldi nəysə. Salam ana, mənim vəziyyətim yaxşıdır. Məndən nigaran qalma, hər şey yaxşı olacaq. Hamıya salam de. Məktuba görə sağ ol, öpürəm sizi. Qısa cavab yazdığım üçün məni bağışla. Vaxt yoxdur. Eldar, 20 fevral 1993-cü il, Ağdərə. Axırıncı gün 23 fevral 1993-cü ildə Eldar axşam saat 6-da gəldi, dedi, dostum, gedirəm kəşfiyyata. Yəni, həmin günü Eldar kəşfiyyat zamanı minaya düşüb şəhid olmuşdur. Ən çətin döyüşlərə birinci girirdi. 4 nəfər məni öldürüb gəlmişlər və güclü, lazımı bizə son dərəcədə qiymətli olan bir xəritə gətirib gəlmişlər onlar. O xəritəyə görə biz sonra ertəsi gün yaxşı əməliyyat keçirdik və əməliyyat çox uğurlu oldu. Bu Eldarın, necə deyərlər, zaslugasıdır. Onun xəbəri gələndə bizim üçün qaynar su, elə başımıza qaynar su tökdülər. Bu xəbər gəldi, mən evdə idim. Bir də eşitdim ki, mamanın səsi. Çox dəhşətli bir xəbər idi, yəni bizim üçün. Eldarın adı bizim məktəbin möhüründədir. Bütün atestatlarda yazılıb Eldar Məmmədov adına 189 nömrəli məktəb. Bu elə bir ana ilə oğul hekayəsidir. Gözümün nuru, canım ana. Onların arasında o qədər məhəbbət, o qədər səmimiyyət bir ana ilə oğul arasında var idi ki, nə bilim, mən də elə bir ki, bağban oldum, o qızıl gülü suladım, amma yetmədi.
Anadır dünyada ən doğma insan. Anadan əzizin tanımıram mən. Anamdır vətən də, canım anacan. Qanad almışam bu iki dəyərli sözdən. İstər əskər ol, istər tələbə, düşüncələr aparsa da müxtəlif səmtə. Yenə də vətəndən doğması yoxdur. Yenə də anamız ən yaxın dostdur. Uzaqda olmasına baxmayaraq, mən onu həmişə yanımda hiss eləyirdim. Bax, məni otuzdurardı, deyərdi ki, heç nə kəsdən və heç nədən bu həyatda qorxma, mən sənin arxandayam hər zaman. Yanında olmasam da, həyatda demək olar ki, onun sayəsində, yəni insanlardan qorxmadım. Divar ağlar, daş ağlar, gah bərk, gah yavaş ağlar. Divar ağlar, daş ağlar, gah bərk, gah yavaş ağlar. Toxunmayın Mən mütləq özümə söz vermişəm və borc bilirəm ki, mən o Qarabağın torpağından bir oç gətirib Eldarın qəbrinin üstünə qoyacağam ki, heç bir şəhidlərimizin qanı yerdə qalmasın. Və hesab eləyirəm ki, hər bir vətən uğrunda başını qoyan oğul, hər biri bir qəhrəmandır mənim üçün. Жизнь – это ценная вещь. Для меня герой – это тот, кто пожертвовал своей жизнью ради своей родины и для своих принципов. Я очень люблю своего дядю и горжусь им, потому что он является национальным героем Азербайджана. Для меня он идеал, мой кумир, самый родной на свете, роднее, чем все. Он пролил кровь, пожертвовал там, на Карабахе, своей жизнью ради других.